Salavat hediye eyle. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdu ve sena'u lillahi rabbil alemin. Vel akibetu lil muttaqin. Summa salatu ve selamu ala Resulillahil emin. A'ni Ebel Kasimi Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Sallallahu aleyhi ve alihi ve sellem ve ala ehli beytihi tayyibin tahirin el ma'sumin. Siyama namusul dahr veliyyil asr Hüccet ibnül Hasan. Accelallahu Teala feracehu şerif ve la'netullah ala i'daihim ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu kavli. Esselamu aleyküm ve rahmetullah. Ağamız, seyyidimiz, Mevlamız, başımızın tacı, kalplerimizin nuraniyeti, İmam-ı Zaman'ın salamat olması, nazanin kalbinin bizlerden razı ve hoşnut olması, düşmanlarının mehvi, zuhur ve kıyamının teciline salavat hediye eyle. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bəhsimiz duasının şərhindeydi. Buyurur İmam Sadiq aleyhisselam: Allahümme Rabben nuril azim ve Rabbel kursiyyir refi'. Böyük nurun Rəbbi ve uca kürsünün Rəbbi ki bu yerlerde kalmıştık. Buyurur İmam Sadık aleyhisselam ve Rabbel kursiyyir refi', yani o uca kürsi İmam Zaman'ın ləqəbidir. Hansı mənanla biz o məsələyə yaxınlaşa bilərik? Uca kürsi. Burada təqribən 6 mətləb var. Tələsik ərz eləyim, nəticə alaq inşallah. Birinci məsələ budur. Dedik ki, İmam Sadiq aleyhisselam İmam Zaman ağaya nur-i əzim deyir. Yəni böyük nur. İkinci məsələ, Xudavənd-i Müteal özü nurdur. Onun nuru ilə aləm münəvvər olur, nurani olur. Yəni İmam Zaman ağaya İmam Sadiq aleyhisselam ki deyir böyük nur, nurdursa, onun nuraniyyəti münəvvər olması, nurani olması Allaha görədir. Çünki aləmi nurani eləyən Allahdır. Düzdür? Bu ikinci məsələ. Bəs birinci məsələ, İmam Sadiq aleyhisselam buyurur, İmam Zaman ən uca nurdur. Oradakı deyir Allahümme Rabben nuril azim, yəni uca, böyük nurun Rəbbi ki İmam Zaman ağaya böyük nur adı qoyub İmam Sadiq ağa. Bunun mənası odur ki, İmam Zaman ağa ki deyirik böyük nurdur, bu bir. İkinci mətləb, o ki böyük nurdur, aləmi nurani eləyən Allah özüdür. Çünki Allahun nuru semavati vel arz. Allah göylərlə yerin nurudur. Hər bir şey bu aləmdə hər nə var münəvvər olur, nurani olur. Allah onu nurani eləyir. Deməli İmam Zaman ağa da Allahın nuraniyyəti ilə nurani olub ki bu ləqəbi İmam Sadiq verir İmam Zaman ağaya. Və Allah ki aləmlərin nurudur. Allah istəsə
məxluqata nur versin, onları nurani eləsin. Yəni məxluqla xaliqin arasında bu nuraniyyət ki, xaliqdən məxluqa yetişir, rabitə var orada. O rabitə həmən İmam Zamandır ki, o nuraniyyəti oradan götürür. O hardan idarə olunur? Kürsüdən idarə olunur. Ona görə deyirlər ki, İmam Zaman uca kürsüdür. Rəbbəl kursiyyir rəfi'. Yəni uca kürsünün Rəbbi, yəni İmam Zamanın Rəbbi. O ləqəbi İmam Sadiq əleyhissalam qoyub İmam Zaman ağaya. Deməli, aləm nuranidir. İmam Zaman əleyhissalamı deyir, Rəbbən nurul əzim, uca nur və o nur xaliq məxluq arasında nuraniyyəti yetirir və o idarə olunur kürsüdən. Deməli, kursiyyur rəfi' ki, əhd duasında deyilir, İmam Zaman ağanın neydi? Ləqəbidir. Çünki onun vasitəsilə aləm nurani olur. Yəni, ey Rəbbi kursiyyir rəfi', yəni ey Rəbbi İmam-ı Zaman. Yəni, İmam Zamanın Rəbbi. Qalsın burada. Burada bir mətləb var, ona işarə eləmək lazımdır. O da bundan ibarətdir. İstəyir İmam Sadiq əleyhissalam burada vilayət və imamətin məqamlarından danışsın. Onların dərəcələrindən, mərhələlərindən danışsın. Bu da xüsusi bir mövzudur. İmamət və vilayətə olan mərifət. İmamət və vilayətə olan mərifət. Bu mərifət sadə mərifət deyil ki, hər bir insan bunu tapa bilsin. Quranda Xudavənd Mütəal Həzrəti İbrahimə imam deyib. Bunlar Peyğəmbərdən sonra heç bir imama qail deyirlər. Bu imam ki, Həzrəti İbrahimi Xudavənd Mütəal buyurur ki, inni cailukə linnasi imama, Bəqərə 124 buyurur ki, mən səni imam qərar verirəm insanların üzərində. Bu mənası nədir? Mənası budur ki, imamət var ki, mən orada səni imam təyin edirəm də. Düzdür? Əgər nübüvvət və risalət məqami olmasaydı, 124 nəfəri ora necə yerləşdirərdik biz? Düzdür? Olardı bir dənə hansısa. Bu ki, dənə-dənə peyğəmbərlər deyirik. Adəm peyğəmbərdir, Nuh peyğəmbərdir, İbrahim peyğəmbərdir, Musa peyğəmbərdir. Məsələn, və Rasulullahdan soruşurlar, buyurur, bunlar 124 min nəfərdilər rəqəmləri. Ki, Quranda 25-nin adı ya 28-nin adı nədir? Sadalanıb və Xudavənd Mütəal buyurur ki, biz bəzilərinin qissəsini sənə dedik və çoxları var ki, onun qissəsini sənə demədik. Yəni 25-28-dən tamamlanmır. Çoxdur. Amma da onları sənə demədik, bunları dedik. Bəzilərini dedik, bəzilərini demədik. Əgər nübüvvət və risalət məqamı kürsüsü olmasa, dənə-dənə onlar orada oturmazlar. Onlar bir dənə. Deməli, əslində nübüvvət və risalətin bir məqami kürsüsü olmalıdır ki, sonradan orada bir-birinə inəsinlər, gəlsinlər, otursunlar, nübüvvətə nail olsunlar, belə deyək. Xudavənd Mütəal imamət məqamından Quranda danışıb. İmamət və vilayət məqamı var. Və o məqamın nümayəndələri, məqam varsa, bir kürsü varsa və bu kürsünün adı imamətdirsə, mütləq burada kimsə oturmalıdır. Növbə ilə kimsə oturmalıdır. Əgər yoxdursa imamət, imam yoxdursa, deməli imamətin özü yoxdur. Aydındır? Fikrimi çatdıra bilirəm də. Yəni elə bir ki, nəuzubillah, əleyhazbillah, əstəğfirullah. Yəni demək istəyirəm ki, yəni bir stol varsa üstünə də yığılan şeylər var da. Əgər deyirsən ki, get stolun üstünü yığ ginən, girsən içəri, stol yoxdur. Neyin üstünə yığacaqsan? Bu da deyir ki, get stolun üstünə yığ. Hə,
İmamət məqamı gərək olsun, məqamın özü. Sonra bir nümayəndələr gəlsin. Əli ibn Əbi Talib gəlsin, Həsən ibn Əli gəlsin, Hüseyn ibn Əli gəlsin və s. Burada İmam Sadiq əleyhissalam Allahümme Rabben nuril azim və Rabbel kursiyyir rəfi' bu nur və kürsi söhbətin ki İmam Sadiq əleyhissalam ikisini də qərar verir İmam Zaman əleyhissalama ki deyir nur-i azimdir və uca kürsüdür. Yəni yerdən nurdur və o nur idarə olunur kürsüdən. Kürsü də odur ki Xudavənd Mütəal yeri idarə eləyir həmən kürsüdən. Kürsü də onun ləqəbidir. Yəni İmam Zamanın nur da onun ləqəbidir. Bu cürdürsə, deməli nuru hardan götürüb? Həmən kürsüdən. Həmən kürsüdən. Yəni Xudavənd Mütəal o kürsüdən nuraniyyəti göndərib. Demirəm ki, nəuzubillah, yazbillah, Allah oradadır. Yox, biz onu oxamışıq da. O bəhsin burada yeri yoxdur. Yəni bəhs eləmişik biz onu başqa yerdə. İmamət və vilayəti olan mərifət bir cümlədə istəsək deyək, Əmir əl-Mömininin cümləsi ilə deyərik. Onu tərif eləyib Əmir əl-Möminin. Arafullah billah və rəsulə bir risalə və ulul əmri bil ma'ruf vəl adl vəl ihsan. Bir cümlə Əmir əl-Möminin imamət və vilayəti olan mərifət haqqında danışır. Yəni istəyirsən imamət və vilayətə mərifətin olsun. Mərifət nə idi? Oxumuşuq da 94-95 dərs olmuşuq. Mərifət nədir? Mərifət yəni Allahı tanıma, haqqı tanıma, yaxşını tanıma, pisi tanıma, pisdən qaçma, yaxşıya yaxınlaşma, həm əməli baxımından, fərdi və həm ictimai baxımından. Sonra pisi tanıyandan sonra ictimai baxımından çəkindirmək və özüm də nədir? Fərdi və ictimai baxımından çəkindirmək. Ehsan eləmək, biz ehsanı küftəbaz başda bilirik ki, ehsan ondan ibarət deyil. Əgər bir insanı yaxşıya dəvət edirsə, o ehsandır. Bir insan haqq yolunda canından keçirsə, o ehsandır. İmam Hüseyn əleyhissalam məsələn özünü nisar elədi, ehsan elədi. O da yaşayardı da. Əliyəsqar ağa niyə 6 aylıq körpə ikən ehsan elədi özünü Allaha? Onun yaşamaq haqqı yox idi. O yaşamaq istəməzdi. O da istəyərdi yaşasın 60 il, 70 il, 80 il, 90 il, 100 il. O da istəyərdi yaşasın. Onda nəsli olardı, evlənərdi. Kimsə onun balaları olardı. Elə deyil. Yəni, amma ehsan elədi özün. İnsan, bəzən işlədirlər, onu Azərbaycan dilində belə işlədirlər. Deyir, filan kəs əbədiyyətə qovuşdu. Qəribədir ya. Filan kəs öldü. Azərbaycan dilində belə deyirlər də. Böyük adamlara deyirlər də. Yəni, o dünyada rütbəsi böyüklərə. Onlar ki, məsələn, pulludular, onlar ki, nə bilim, hardadılar, yuxarıdadılar. Onlar deyirlər, filan kəs öldü, əbədiyyətə qərq oldu. Əbədiyyət. Amma bu sözü deyən adam ateistdir. Deyən adam ateistdir. Başa düşürsən? O deyə bilməz filan kəsin haqqında ki, məhviyyətə nə oldu? Qoşuldu. Deyə bilməz. Amma ateistdir. Ateist üçün ölümdən sonra yoxdur heç nə. Nəuzubillah, əleyhazubillah. Ateist üçün Allah yoxdur ki, hələ qiyamət ola, məad ola və s. ola. Onların heç biri yoxdur. Amma deyir, əbədiyyətə nə oldu? Qovuşdu. Əbədiyyət yəni ölmədi. O bizim sözdür. O Qur'anın sözüdür. Onu ateist işlədir. Nə var ki, o filan kəs, məsələn, prezidentdir, qorxur ondan. O cümlə onu işlədir. Nə bilim, nazirdir, qorxur ondan. Deməyəcək ki, məhv oldu. Deyəcək əbədiyyətə qovuşdu da. Aydındır? Amma əslində nədir? Onun etiqadı da
Yoxdur. İşin bunda yoxdur. Əmir əl-Möminin belə buyurur ki, çox dəqiqdir. Yəni neyi nə ilə tanıyarlar? Neyi nə ilə tanıyarlar? Buyurur: "İrafullah billah." Allaha tanışlıq Allahın özü ilədir. Yəni istəyirsən Allahı tanıyasan, Allahı Allahın özü ilə tanı. Başqa şeylə yox. Və rəsulə bir risalə. İstəyirsən rəsulu tanıyasan, gərək risalət məqamını tanıyasan. Gördünüz? Bayaq ərz eləyirdim. Yəni risalət məqamı tanımalısan ki, məsələn, bu stolun üstündə çox şeylər var. Məsələn, deyirəm ki, Kərbəlayı, mənim üçün bir də çay süz. Çay sözü gələn kimi bilirsən ki, stəkandır da. Elə deyil? Sən o çay haqqında məlumatların olmalıdır ki, deyəndə ki, çay süz, bu sarfetka qabını götürüb çay süzməzsən ki, onun ləvazimatını bilməlisən. Yəni əslində risalət məqamı haqqında bizim məlumatımız olmalıdır ki, sonra görək hələ bu bura yerləşir, yerləşmir. Bir dənə məsələn çoban çıxıb deyir mən peyğəmbərəm. O ki eşidib oradan buradan ki peyğəmbərlərin çoxu çoban olublar filan. Hə, o da 50-60 da çoban qoyun qatıb qabağına, bir dənə çubuq tutub əlində, deyir mən nəyəm? Peyğəmbərəm. Hə, buna kim bu deyir mən peyğəmbərəm, mən inanmalıyam ki, bu peyğəmbərdir yoxsa yox. Hardan bilməliyəm bu peyğəmbər deyil ya peyğəmbərdir? Risalət haqqında mənim məlumatım olmalıdır. Risaləti bilməliyəm ki, risalət məqamına yerləşən rəsul hansı keyfiyyətlər onda olmalıdır? Onda möcüzə olmalıdır, onda kəramət olmalıdır, onda cismi nöqsan olmamalıdır. Bunun ağzında bir dənə dişi var idi, o danışır deyə. Özünə peyğəmbər deyirdi. Bir dənə diş vardı ağzında. 31 dənə dişi yox idi bunun. Böyle zahirinə baxırsan belənçiyinə. Sonra da Allah deyir məsələn Quranda ki, ildə bir dəfə 5də biri mənimdir. Bu deyir ki, ayda bir dəfə özdəki %80'ı mənimdir. Nə qazanmısınız hamısı mənim. Belə danışığından bəllidir ki, bu şeytanın risalətindən gəlib. Bildiniz? Bu şeytani məqamdan gəlib. Bu belə deyək ki, ağlı çaşıb bu adamın. Bu Allahın göndərdiyi deyil. Hardan bilirik? Və şəxsə baxan kimi bilinmir ki, gərək risalət məqamını biləsən. Əmir əl-Möminin buyurur ki, Allahı Allahla tanıyın. Rəsulu risalət ilə tanıyın. Yəni risalət haqqında məlumatınız olsun ki, sizi çaşdırmasınlar. Əmir əl-Mömin istəyir deyə ki, axirə zamanda çoxlu insanlar özlərinə peyğəmbər deyəcəklər. Çaşmamaq üçün risalət haqqında məlumatınız olsun. Dalıcan buyurur ki, və ulul əmri. İndi ulul əmr, əmr sahibləri. Əmr sahiblərini də tanımaq üçün onların özlərinə baxacağıq, əməllərinə baxacağıq, əməllərinə. Deyir ki, bil əmri, bil ma'ruf vəl adl vəl ihsan. Əgər əmr bə ma'ruf edirsə, ədalətə riayət edirsə, ehsan lazım olan yerdə ehsan edirsə, ki, yenə deyirəm, cismini qurban vermək lazımdırsa verirsə, o mənada ehsanı deyirəm. Verirsə, hətta balalarından belə keçirsə, onda biləcəksən ki, bu ulul əmrdir. Aydındır? Deməli, Allahı Allahla, Peyğəmbəri Peyğəmbərlə, imamı da imamətlə. Hansı ki, o imamətdir, ulul əmrdə. Əmr sahiblərində əmr bə məruf var, nəhyəz münkər var və ədlə, ədalətə riayət və dəvət var və ehsana riayət və ehsana dəvət var. Çox gözəl Əmir əl-Möminin bizə çatdırıb bunu. Yəni, sən istəsən Allaha mərifətin artsın, gərək uluhiyyətlə mərifətin artsın. Yəni, tanımaq istəyirsənsə Allahı uluhiyyətlə tanıyacaqsan. Uluhiyyət. Uluhiyyət bir məqamdır.
Onu bəhs eləmişik də biz köhnə dərslərimizdə, istəmirəm üstündə qalaq. Peyğəmbəri olan mərifət risalətin həqiqətinə olan məlumatlarlandır. Risalətin həqiqətinə olan məlumatlar. Yəni risalət ümumiyyətlə haqqdır yoxsa yox? Ki haqqdır. Haqqdırsa o hansı belə deyək masştabdadır? Kimin tərəfindəndir və s. bunları biləndən sonra artıq sonradan gətirib nümayəndələri ora yerləşdirəcəyik. Niyə görə misal üçün Quranda Xudavənd Mütəal Həzrəti Musadan da danışıb, Firondan da danışıb. Yəni hər iki tərəfdən danışıb. Danışardı da ki, bir nəfər var idi, Həzrəti Musa onu qərq elətdirdi. Məsələn, yox, adını çəkir ki, adı Firondur. Sonradan mən Həzrəti Musanı belə elədim, dünyaya gəldi. Dünyaya gələndən sonra onu çaya atdım. Sonra onu apardım onun qucağına, verdim xanımının qucağına, sonra qaytardım anasının qucağına, xalasının vasitəsilə, sonra göndərdim Fironun xanımının yanına, sonra xadimə gəldi, 4 qadın cəm oldular bir yerə, mənim Musamı yetişdirdilər, mən Musanı bu cür elədim filan. Xudavənd Mütəal danışır, Firondan da danışır. Bu cür Musa, o cür Firon, hər iki tərəfi deyir. Deyəndən sonra deyir ki, mən Musaya dedim, get Fironun üstünə, amma o ilə tünd danışma. Getdiyinə qul qavlən səqila ləyyinən. Yəni, çox belə yumşaq danış, belə qışqırma üstünə. Da mən Musayam, Allah göndərib əcəb eləyirəm. Yox. Getdiyinə qul qavlən ləyyinən. Şirin-şirin danış, yenə Allah var. Firon, gəl oturaq söhbət eləyək. Bəs Allah var, Allah bu cürdür filan. Diskusiya eləyək də. Ha? Amma bu şeylərin hamısını qoyun qırağa. Söhbət Firondan gedir. Ki kamil tənəzzüldə olan, məhv olan insan. Kafir. Və qarşı tərəfdə Həzrəti Musadan söhbət gedir ki, təkamüldə, kamalda ən son həddə olan bir varlıq. Yəni küfrün ən aşağı nöqtəsi ilə kamalın ən yuxarı nöqtəsi ki, hər nə var ortadadılar. Ondan yuxarısı yoxdur, bundan aşağısı yoxdur. Xudavənd Mütəal onları yığır bir yerə. Çox çətindir. Musa gəlir Fironun qabağında dayana. Çox çətindir. O elə bir zaman deyil. Yəni siz bu günləri bəzən gözümüzün qabağında da görsənir ki, zəmanə Musası, zəmanə Fironu ilə nədir? Qarşı-qarşıyadır və insanlar bunu başa düşmürlərsə, nə şəxsə görə, o məqamı başa düşmürlər. Ona görədir. Elhamdülillahi Rabbil aləmin. Peyğəmbər və ali Peyğəmbərə salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed.